Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vessalatu vesselamu ala seyyidina ve nebiyyina Ebil Kasimil Mustafa Muhammed sallallahu aleyhi ve alihi ve sellem ve ala alihi tayyibine tahirinel masumin. Allahu Teala fi kitabihil kerim. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İnna a'taynakel kevser. Fesalli li rabbike venhar. İnne şani'eke huvel ebter. Sadakallahul aliyyul azim. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefkahu kavli. Esselamu aleyki ya binte Resulillah. Esselamu aleyki ya binte Nebiyillah. Esselamu aleyke ya binte Halilillah. Esselamu aleyke ya binte Safiyillah. Esselamu aleyke ya binte Eminillah. Esselamu aleyke ya binte hayra halqillah. Esselamu aleyki ya zavcete veliyillah. Esselamu aleyki ya ummel Hasan vel Hüseyin seyyidi şebabi ehlil cenneh. Esselamu aleyki ya estaqas sadiqin. Esselamu aleyki ya tahiruz zekiyyeh. Esselamu aleyki ya raziyetul merziyyeh. Esselamu aleyki ya seyyidet-i nisa'il alemin. Rahmallahu men tebellaki ve harabe a'daek ve abra'a ilallahi mimmen zalemek ve gazabe hakkak ve ebke Resulillahi bik ve heteke hürmetehu aleyk ve a'ana ala katlik. Salam olsun sana ey Allah'ın Resulünün kızı. Salam olsun sana ey Allah'ın peygamberinin kızı. Salam olsun sana ey Allah'ın sevimlisinin kızı. Salam olsun sana ey Allah'ın dostunun kızı. Salam olsun sana ey Allah'ın seçilmiş bendesinin kızı. Salam olsun sana ey Allah'ın itibar ettiği elçinin kızı. Salam olsun sana ey Allah yarattıkları arasında en hayırlisinin kızı. Salam olsun sana ey Allah'ın velisinin hayat yoldaşı. Salam olsun sana ey cennet gençlerinin ağaları olan Hasan ve Hüseyin'in anası. Salam olsun sana ey en doğru ve en sadık kadın. Salam olsun sana ey pak, temiz ve seçilmiş. Salam olsun sana ey Allah'tan razı olan ve Allah'ın razılığını kazanan. Salam olsun sana ey alemlerin kadınlarının hanımı, tacı. Allah rəhmət etsin o kəslərə ki səni sevər, düşmənlərindən uzaq durar. Sənə zülm edənlərdən bəri olar, haqqını qəsb edənlərdən, səni ağladanlardan uzaq olar. Resulullahın hörmətini pozanlardan və sənin şəhadətinə səbəb olanlardan uzaq durar. Allah'ın salamı, rəhməti, məğfirəti, bərəkəti Xanım Zəhra salamın əleyhanın aşiqlərinə, onun əzadarlarına olsun. Allah bu əzəmətli günlərdə Xanım Zəhranı tanımağı, ona mərifət əldə eləməyi hər birimizə nəsib eləsin. Xanım Zəhra salamın əleyha İslam tarixində çox əzəmətli bir şəxsiyyətdir. Çox əzəmətli bir varlıqdır. Bugün Allah'ın hövlü qüvvəsi ilə, Allah'ın inayəti ilə bacardığım qədər düzdür, kamil bir varlığın haqqında danışmaq çox çətindir və müşküldür. Amma xanımın nəzəri ilə, xanımın inayəti ilə bir mənada bizdə bildiyimiz, oxuduğumuz Xanım Zəhra haqqında olan mübarək ayələri, surəni və mübarək hədisləri o xanımın məqam və mənziləti haqqında sizlərlə bölüşəcəyik inşallah. Əvvəl tilavət elədiyim Kəvsər surəsidir. Bu surə
birbaşa Həzrəti Zəhra salamullah əleyhanın şənində nazil olan surədir. Şən-i nüzulu bu surənin, Kəvsər surənin şən-i nüzulu Həzrəti Zəhra salamullah əleyhadır. Çox əzəmətli bir xanımdır. Allah Teala bu surədə buyurur ki, Bismillahirrahmanirrahim, bağışlayan və mehriban Allahın adıyla. İnna a'tayna kel Kəvsər. Ya Peyğəmbər, həqiqətən biz sənə Kövsəri verdik. Biz sənə elə bir övlad əta etdik ki, o çox bərəkətlidir. Onun varlığı sənin dinin üçün, sənin gətirdiyin şəriət üçün çox önəmlidir. O xanımın varlığı, o xanımın fəsahəti, o xanımın səbri, o xanımın şücaəti, zöhdü, təqvası sənin şəriətini ayaq üstə saxlayacaq. Və ardıca Allah Teala buyurur ki, Fəsalli li rabbikə vənhər. Elə isə Rəbbin üçün namaz qıl və qurban kəs. Bu sənə əta olunan Kövsər elə bir bərəkətli varlıqdır ki, bunun üçün gərək Rəbbin üçün namaz qılıb, dua edib, Rəbbinə təşəkkür edib, qurban kəsəsən, Allah yolunda infaq eləyəsən. Bu belə bir varlıqdır. Bu belə bir varlıqdır ki, onun varlığı üçün duaya, namaza və Allah yolunda infaq eləməyə ehtiyac var. İnnə şəni'əkə huvəl-əbtər. Ya Peyğəmbər, həqiqətən sənə düşmən olanın özü sonsuzdur, onun nəsli sonsuzdur, onun nəsli sonsuz qalacaqdır. Bu surə Həzrəti Zəhra salamullah əleyhanın şənində gəlib. Və bilirsiniz, əziz Peyğəmbərimizin bir neçə övladı olsa da, oğlan övladı, amma onlar dünyasını dəyişib. Buna görə əziz Peyğəmbərimizə məsxərə eləyirdilər, lağ eləyirdilər və deyirdilər ki, sən sonsuzsan, sənin nəslin davam eləməyəcək. Və Allah Teala xanım Zəhranı əziz İslam Peyğəmbərinə verməklə o Peyğəmbərin ucalığını, onun əzəmətini, onun nəslini, onun şəriətini ayaq üstə saxladı. Elə bir xanım ki, onun nəslindən, onun zürriyyəsindən çox bərəkətli, çox təqvalı insanlar dünyaya gəldi. Bunun üçün Həzrəti Zəhra salamullah əleyhanın şənində nazil olan bu surə çox vazih şəkildə, açıq-aşkar o xanımın varlığına, o xanımın əzəmətinə, məqamına işarədir. Kövsər yəni çoxlu xeyir, bərəkət və ya cənnətdə Peyğəmbərə verilmiş bir hovuz kimi təfsir olunur. Kövsər dedikdə Allahın çoxlu xeyir, bərəkət verdiyi mənasını ifadə edir. Və Həzrəti Zəhra salamullah əleyha öz varlığı ilə necə ki Peyğəmbərin və Həzrəti Əli əleyhissalamın dönəmində öz varlığı ilə xeyrin, bərəkətin o iki ali varlığa inayət elədi və o xanımın varlığı ilə Peyğəmbər qəlbi şad oldu, Peyğəmbərin ruhu aram oldu, Mövla Əli xanım Zəhra ilə aramlıq tapdı. Ona görə bu xanım çox xeyir, bərəkətlidir. Onun varlığı, onun din üçün, şəriət üçün olan varlığı. Və əksər alimlər buyurur ki, elə bu surənin şə'n-i nüzulu Həzrəti Zəhra ilə bağlıdır. Xanım Zəhranın şənindədir. Və o zaman ki, müşriklər Peyğəmbərə lağ eləyirdilər, məsxərə eləyirdilər ki, sən sonsuzsan, sənin oğulların vəfat etdi, oğlan övladların vəfat etdi və sən əbdərsən. Əbdər yəni nəsli kəsilmişsən. Amma Allah bu Kövsər surəsi ilə onlara bildirdi ki, Peyğəmbərin nəsli Fatimə vasitəsilə davam edəcək və əbdər olan onun elə öz düşmənləridir. Və xanım Zəhranın nəsli ilə Peyğəmbərin
nəsli davam etdi. Peyğəmbərin şəriəti ayaqüstə qaldı. Həzrəti Zəhra salamü əleyhanın mənəvi məqamı olduqca əzəmətlidir. Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləmin tək qız-ata münasibəti deyil ki, Həzrəti Fatimə Zəhra yalnız Peyğəmbərin qızı deyil. Biz Həzrəti Zəhra ilə Peyğəmbərin münasibətinə, o iki varlığın münasibətinə baxanda İslamın mənəvi dayağı və qadın kamilliyinin zirvəsi kimi görürük Həzrəti Zəhranı. Peyğəmbər bu cür təqdim edir Həzrəti Zəhranı bizə ki, o xanım, Həzrəti Zəhra İslamın mənəvi dayağıdır və qadın kamilliyinin zirvəsindədir. Düzdür, biz bunu sərih şəkildə qeyd edirik ki, Həzrəti Zəhra istər kişi, istər qadın, bütün İslam ümməti üçün, istər qadınlar, istər kişilər nümunədir. Onlar üçün bir kamil bir varlıq olaraq nümunədir. Və Həzrəti Zəhra salamü əleyha imamət nurunun anasıdır. İmamətin nuru Həzrəti Zəhranın varlığı ilə başladı. İmam Həsən, İmam Hüseyin və Peyğəmbərlik yolunun davamçısı kimi Həzrəti Zəhra təqdim olunur İslam şəriətində ki, bu xanım Peyğəmbərlik yolunun davamçısı kimi. Çünki Peyğəmbərlik yolunun davamı imamətlə, Həzrəti Əli əleyhissalamla davam elədi. Və Həzrəti Əlidən sonra İmam Həsən əleyhissalam, İmam Hüseyin əleyhissalam, bunlar hamısı Həzrəti Zəhranın pak zürriyyəsidir, övladlarıdır. Və Allahın Rəsulu Həzrəti Fatimə Zəhra haqqında buyurur ki, Fatimətə bəzəətun minni. Fatimə mənim canımın bir parçasıdır. Və ardıca buyurur ki, mən əqlabəhə fəqət əqlabəni. Kim onu incitsə, məni incitmiş olar. Baxın, əziz möminlər, əziz izləyicilər, bu hədis Həzrəti Zəhra haqqında bizim üçün çox gözəl bir xanıma mərifət əldə eləməyimiz üçün bir vasitədir. Bu hədisin həqiqətini anlaya bilsək, dərk eləyə bilsək, əziz Peyğəmbərimizin dilindən, mübarək dilindən olan bu hədisi anlaya bilsək, xanımın Allah yanında olan məqamı, mənziləti, rütbəsi aydın olacaq. Əziz Peyğəmbərimiz buyurur ki, Fatimə mənim bədənimin bir parçasıdır. Və ardıca buyurur ki, kim onu incitsə, məni incitmiş olar. Ardıca buyurur ki, məni incidən Allah incitmiş olar. Həzrəti Zəhra salamü əleyhanın günahdan pak olması, yəni ismət məqamına sahib olması, onun şəxsiyyətinin aliliyini göstərir. Və Peyğəmbər də heç də qızıdır, övladıdır, bu münasibəti göstərmir Peyğəmbər Həzrəti Zəhra ilə. Peyğəmbəri məthum edən, Peyğəmbəri Zəhraya aşiq eləyən, onu sevdirən xanım Zəhranın Allah yanında olan iman və təqvasıdır, bəndəçiliyidir, zöhdüdür, təqvasıdır, ibadətidir, bəndəçiliyidir ki, Peyğəmbərə sevdirə bilir. Və Peyğəmbər o xanımı o qədər sevirdi ki, onun mənəvi məqamına o qədər ehtiram göstərirdi ki, bir hədisdə oxuyuruq ki, buyurur ki, Kanən Nəbiyyü sallallahu aleyhi və aleyh, İza dəxalət Fatimətü aleyhi qamə iləyha. Deyir ki, Peyğəmbər hər dəfə, istisnasız, hər dəfə Peyğəmbər Fatimə onun yanına gəlsəydi, onun yanına daxil olsaydı, Peyğəmbər ayağa qalxardı və buyurardı, fəəxəzə biyədihə, fəqəbbələhə və əcləsəhə fi məclisihi. Buyurur ki, onun əlindən tutardı, onu öpər və öz yerində otuzdurardı. Peyğəmbər durardı, Həzrəti Zəhra salamü əleyhanı bağrına basardı, onu öpərdi, deyərdi, atasının anası,
bu qədər o əzəmətli Peyğəmbərin ayağa qaldıran Həzrəti Zəhranın məqam və mənziləti idi. Həzrəti Zəhranın zöhdü və ibadəti. O xanım dünyaya bağlı bir xanım deyil idi. Dünyaya bağlı bir xanım deyil. Sadə və təvazükar bir həyat yaşayan qadın idi. Və Həzrəti Zəhra üçün maddi nemətlər önəm kəsb eləmirdi. Yalnız və yalnız xanım Zəhra üçün önəmli olan Allahın razılığını əldə eləməkdir. Və yaşadığı bu ömür payında yalnız və yalnız Allahın rızayətini qazanmaq üçün yaşadı. Hətta dua edərkən əvvəlcə başqaları üçün dua edərdi. Sonra özü üçün və yaxud öz əzizləri üçün nəsə istəyərdi Allahdan. Yəni, xanım Zəhra salamün əleyha ilahi məhəbbətin ən ali nümunəsidir. Həzrəti Zəhra haqq uğrunda mübarizə aparırdı. Baxın, Peyğəmbərin zamanında və Peyğəmbərdən sonra bu iki ilahi övliyanın gətirdiyi, o Peyğəmbərin gətirdiyi din, şəriət ki var idi və sonra Peyğəmbərdən sonra o dini şəriəti məsum imamlar bir davam eləməli idi. Xanım Zəhra o şəriət üçün, o Allahın dini üçün, o dəyərlər üçün bütün varlığını xərclədi. Bütün varlığını. O susmadı, haqqı tələb etdi. Və amma onun susmamağı, haqqı difa eləməsi hamısı ədəblə, hikmətlə. Yəni, bütün xütbələri, bütün danışığı, bütün əməl və rəftarları hikmətə və əxlaqi keyfiyyətlərə söykəndi. Əgər biz istəsək o haqda geniş məlumat əldə eləyək, onun Fədəkiyyə xütbəsidir. Fədəkiyyə xütbəsində xanım Zəhra qadının cəmiyyətin mənəvi və ictimai həyatında haqq sözünü demək məsuliyyətini bariz şəkildə göstərir. Xanım necə bir mövqe göstərməlidir, necə bir mövqe sərgiləməlidir. Xanım Zəhra salamün əleyhanın digər xüsusiyyətlərindən biri səbir və şəhadətidir. Xanım Zəhra elə bir səbr eləyirdi ki, onun səbri hətta düşmənləri heyrətə gətirirdi. Amma o səbirlə yanaşı haqqın yanındaydı, heç haqqdan da difa eləyirdi. Və o səbri ilə imaməti, haqqı göstərə bilirdi. Onun dünyadan gedişi, Həzrət Zəhranın şəhadəti bir ailəyə mənsub deyil idi ki, Həzrət Əli əleyhissalamın ailəsində bir xanım dünyasını dəyişdi. Yox, o xanımın şəhadəti bir ümmətin imtihanı idi. Yəni, bütövlükdə bir ümmət o xanımın varlığı ilə, şəhadəti ilə, ölümü ilə imtihan olundu. Və o xanımın bugünkü günü qəbrinin gizlin olması yenə də o həmən səbri, həmən o vilayət, imamət yolunun mübarizəsini davam eləyir. Ki, mənim qəbrimin gizlin olmağında müəyyən bir hikmətlər var. Araşdırın, səbəblərini tapın. Görün, nə üçün Peyğəmbər qızının qəbri gizlindir, aşkar deyil. Yenə də öz missiyasını, dünyasını dəyişsə də, amma davam eləyir. O missiyanı davam eləyir. Və nə qədər insanlar onu araşdırmaqla imamətin haqqaniyyətini tapır, onlara inanır. Və xanım Zəhra salamün əleyha bütün ümmət üçün ulqudur, nümunədir. Allah Teala buyurur ki, sizin üçün biz ulqu nümunə qərar vermişik. O nümunələr sizin həyatınızı dəyişə bilər, rəng qata bilər. Yəni, əgər siz istəyirsinizsə, Allah yolunda ixlaslı bir bəndə olasınız, səbirli olasınız, təqvalı olasınız, daim dini dəyərləri ayaqda saxlayasınız, onun üçün xanım Zəhranın həyatına baxın. Görün, xanım Zəhra necə bir həyat sərgiləyib, o xanımın həyatı necə olub ki, onun bugünkü günü İslam tarixində adı dillər əzbəridir. O xanımın varlığı
haqdan, həqiqətlərdən difa eləyir. Allaha and verirəm izzətinə, cəlalına. Allah Teala bu xanımın o gizlin qəbrinin ziyarətini və qiyamət günündə şəfaətini bizə nəsib eləsin. Həqiqətən bu xanım bizim həyatımızın ən gözəl nümunələrindəndir. Əgər bir cəmiyyət istəyirsə gözəllikləri qabartsın, bu xanım Zəhranın yaşam tərzi ilə mümkündür. İnşallah Allah Teala bizi dünya və axirət bu xanımın yanında xəcalət eləməsin. Və salamu aleykum və rəhmətullah.